Bir neçə gündür ki, Astaranın sitrus bağlarında naringi yığımına başlanılıb. Qeyri-sabit hava şəraiti meyvəyə də, məhsuldarlığa da öz mənfi təsirini göstərib. İlk yığımda 1 manat, 1 manat 50 qəpiyə satılan məhsul indi 30-70 qəpiyə aralığında qiymətə təklif olunsa da alıcı yoxdur. İrilər 1 manata gedir, balacalar 50 kubika gedir, 30 kubika gedir. Oradan burada, Bakıda buradan gələndə, qazı ilə gəlirlər, aparırlar, burada bizlər yaxşı olur da. Maşın görə vermirik, benzin pulumuzda olmur. Bizdən olur da 70 kubika, 60 kubika, 1 manatdan da olan olur. Bundan bir oydan qabaq var idi. Xərci çox çıxır. Əziyyət, pul, nə bilim, pəhlə pul çox çıxır. Gəlir, az olur. Çox qiyələmir də biz üçün. Qiymət zəifdir, əvvəl yaxşı idi, çox yaxşı idi. Meyvələr də ki, biraz xırdadır deyənə yük var. Yəni ağacda da yük yaxşıdır, pis deyil. Hazırda bağlarda naringinin tez yetişən sortu olan karli yığılır. Fermerlər deyir ki, rayon ərazisində saxlama kameraları olmadığına görə yığılan məhsullar tez xarab olur. Bu sitrus meyvələri elə bir şeydir ki, bunu vaxtında qurumadın, çürümə ehtimalı çoxdur bunun. Bunlar ki, soyucu ambarları olsa əgər, biz burada mənfaat istədiyimiz yerə götürə bilərik. Yenə də min şükür, az deyil, götürürük, amma bizim zəhmətimizə dəymir bu. Hazırda məhsul yığımı əsasən rayonun Siyakü kənd ərazi vahidliyinə daxil olan Dağətəyi kəndlərdə aparılır. Bugünə kimi 1000 tondan artıq məhsul yığılıb. Bu il məhsuldarlıq yaxşı idi, amma biraz xırdalı. Bu da hava şəraiti ilə bağlıdır. Çox isti, qızmar keçdiyi üçün bu məhsulun inkişafı biraz dayandı. Bu dəqiqə ərazidə qiymət 60-70 qəpiyədir. Yəni qarışım mal 60-70 qəpiyədir. Bu da əhali üçün sərf eləmir. Çox aşağı səviyyədədir qiymət. Dəfələrlə müraciət olunub əhali tərəfindən ki, saxlama kamerası, bu ərazimiz böyükdür. Saxlama kamerası üçün şərait yaradılsın, tikilsin, ki məhsullarını orada müəyyən vaxt saxlasınlar ki, bir yaxşı qiymətə sata bilsinlər. Əhali tərəfindən dəfələrlə bizə müraciət olunub, biz də yuxarı təşkilatlara müraciət eləmişik. Söz veriblər ki, yaxın gələcəkdə bizim üçün kamerası saxlama, məhsulun saxlama kamerası üçün şərait yaradılacaq. Qeyd edək ki, yaxın günlərdə bağlardan yerli və elit sort naringilərinin yığımına başlanılacaq.